Gələn ildən evlərin qiymətində enmələr müşahidə edilə bilər. Əmlakçılar və ekspertlər məhz belə düşünür. Bəs bu hansı amillərlə bağlıdır? Daha ətraflı sonuncu süjetimizdə. Gələn ildən bina evlərinin qiymətində enmə müşahidə olunacaq. Ən çox enmə bahalı mənzillərin qiymətində gözlənilir. Əmlakçılar deyir ki, 2025-ci ildə həm köhnə, həm də yeni binalardakı mənzillərin qiymətində sürətli artım oldu. Növbəti ildə tendensiyanın dəyişəcəyi gözlənilir. 5 mərtəbəli mənzillərdən bir otaqlardan, yəni onlar 29 kvadratdır da. Onların qiyməti bu dəqiqə 110, 115, 120 civarlarındadır. Artıq baxıram ki, müştərilər daha o pulu vermək istəmirlər. Kim ki tələsir, təcili satmalıdır. Yəni görür 110 minə getmir, məcbur olub 105 eləyəcək. Əhalinin ən çox tələbatı olan hissəsi aşağı və orta tipli qiymətli tipli evlər olduğu üçün bunlarda stabilləşmə daha da çox olacaq. Yəni stabil olaraq dayanacaq. 2-3 min, 5 min arasında civarında düşmələr ola bilər. Kvadratı böyük olan və bahalı evlər ki var, bu evlərdə alış demək olar ki, axır zamanlarda dirənib. Xalqın tələbatı az olduğuna görə onlarda eniş çox gözlənilir. Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev də deyir ki, bir neçə aydır ki, əmlak bazarı ciddi durğunluqla üzləşib. Bu isə qiymətlərin sabitləşməsi ilə nəticələnib. Növbəti ildə də əmlak bazarında ciddi dəyişikliklər baş verməzsə, xüsusən də yeni ipotek kreditlərinin ayrılması yaxın aylarda baş verməzsə, bu əmlak bazarında yenidən növbəti durğunluğa və qiymətlərin qismən enməsi ilə nəticələnəcəkdir. Başqa bir tərəfdən isə paytaxt ərazisindən baş verən söküntülər, artıq həmin söküntülərdən kompensasiya alan şəxslərin böyük bir qismi Bakı ətrafı ərazilərə üst tutduğuna görə artıq mərkəzdəki mövcud daşınmaz əmlaklara tələbatın azalması, onların qiymətlərin stabilləşməsi ilə nəticələnib. Elnur Fərzəliyev həmçinin bildirdi ki, Rusiyadan həmyerlərimizin əvvəlki qədər əmlak bazarına ölkəmizdə yatırım etməməsi səbəbindən də mənzil bazarında azalma müşahidə olunur. Elşad Bayramoğlu, Şəhriyar Əhmədli, Sənan Bəhrəmli, ATV Xəbər.